çox belə qəribə düşünür ki, bu müxalifətçilər elə bir ştatlı işçidir, bunlar təyin olunublar. Bu bunların borcudur. Bunlar eləməlidir və bizi ağ günə çıxartmalı. Bax belə düşünürlər də. Bir çoxu məhz elə düşünür ki, məsələn Tofiq Yaqublu, məsələn digər bir başqa müxalifətçi bu iş sənə həvalə olub, sən bu işi eləməlisən. O çox qəribədir və bu düşüncənin ucbatından biz bu yerlərdəyik. Mənim gələcəyim, ümidim, arzum bundan ibarətdir ki, mən bir gün azad demokratik Azərbaycanda yaşayım. Və mən çox inanıram. Mən özümü çox ağıllı adam saymıram. Amma hər halda səfeh də saymıram ki, məsələn, mən mənasız bir işin dalına düşüb gedəsi deyiləm. Mən özümü o qəbildən insanlardan hesab edirəm. Mən əminəm ki, bu bizim mübarizə qələbi ilə sonuçlanacaq və bunun yaxınlarda olacağına inanıram və bunun üçün çalışıram. Amma hər halda ən pis variantda belə bunu mənim həyatıma çatacağına əminəm. Mən bircə o günü görüm ki, Azərbaycanda həqiqi, demokratik bir seçki keçirilir və xalqın seçdiyi hakimiyyət formalaşır. Düşünürəm ki, ondan sonra hər şey düzələcək. Həm iqtisadi planda, geopolitik planda, Qarabağla bağlı, hər şey ona bağlıdır, mən düşünürəm.